Bugün sizlərlə birlikdə Samsunsporun sabah oynanan maç tahmini videosunu çəkirik. Fənərin ardı ilə çəkirəm bunu. Fənərbağçənin ardı videosu ilə. Dostlar, indi oyuna keçirik. Gördüyünüz kimi. Deyəsən Samsunspor səfərdə oynayacaq. Bu arada oyunun səsini özüm söndürmüşəm. Bu rəqibin kadrosu. Bir dəqiqə dostlar. Keçdik dostlar maça. Buradan oynadıq sola. Gördüyünüz kimi dostlar, rəqib ikili prensi gedir. Samsunsporun işi çox çətin olacaq, amma bəlkə uda bilər Samsun. Uda da bilər, heç nə demək olmaz. Dostlar, bu arada Fənərin ardı ilə çəkirəm bu videonu. Opsi ekran kaydında problem çıxdı, yoxsa hamısını bir yerdə çəkəcəkdim. İndi bunları bir hissədən bir yayınlayacağam. Keçmədi pas. Pas keçmədi, çox pis səhv elədik. Tutun qəşəng. Keçmədi pas. Gördüyünüz kimi dostlar, oyunda rəqib çox prensi gedir, oyunda belə. Samsun deyəsən ilk dəfədir qatılır bu turnuv Avropa şeylərinə, yarışlarına. Amma rəqib neçə ildir Avrupa'da oynayır. Özə Porsche'nin bir nömrəli komandasıdır. O gördük solda. İçəri verdi pas. Vur. Qapıcı. %100 gol idi bu. Uzaqlaşdırdılar top. Top yenə bizdədir. Qaldırdıq. Solu gördük. Soldan da içəriyə oynanan bir top dostlar. Və davam edək dostlar. De içəri keçdik. Və bəli dostlar, davam edək. Gördük solu. Rəqib içəri keçiş vermir. Offside-a düşdük. 0-0'lık bərabərlik gedir. Keçmədi o top. Aldıq təzən bizdədir. Gördük solu. İçəriyə keçən bir pas. Yenə gördük. Çox qəşəng çəkiririk. Hücuma qaldırdıq topu. İçəri zərbə və gol. Qapıcının səhvi ilə 1-0 qabaqdayıq. 1-0 hesab açıldı. Gördüyünüz kimi buradan. Qapıcı çox irəli gəldi. Elə bildi topu tutacaq, amma tutanmadı. 1-0 öndük. Rəqib indi daha da prensin gedəcək, hücuma çıxacaq. Qəşəng. Qaldırdıq topu. Oynadıq. Gördük qəşəng. İçəri gələn pas. Və 2-0. 2-0 öndük. Fərq açılır yenə də. Burada da sevinç eləyirlər. Buranı keçəcək. İlk süzük bitməyə çox yaxındır. Top qaldırdıq. Gördük. Oy qəşəng çat ona. Heç kəs yox idi, köməyə gəlmədilər. Yəni də topu götürün uşaqlar. Götürün. Qəşəng qalx top bizədir. Aldı topu. Qəşəng bizə. Qaldırdıq zərbə. Və qapıcı. Qəşəng baş zərbəsi idi. Yenə keçmədi pas. İçərini gördük, yenə keçmədi o pas. Rəqib çox qəşəng müdafiə olunur. Boşda yenə qoymadılar. Və ilk hissədə belə də bitdi. Burada qolları göstərir dostlar. Və davam edək dostlar. Dəyişiklik etməyəcəm. Və maç başladı. Uşaqlar hadi. Prensi gedin. Topu aldıq qəşəng. İtirdik yenə. Olsun uşaqlar. Prensi gedin. Nağarsız. Pis gördülər. Qapıcı. Oy. %100 qolu xilas elədi. Yenə alanmadıq topu. Qapıya zərbə qapıcı. Aldı. Qalx. Gördük boşluğu. Qaldırdıq topu. Rəqib tutub çəkirdi dostlar yaxasından. Aradan pas keçmədi. Tut qəşəng. Prensiqə çıxırıq. Hadi uşaqlar, hadi. Oyna onu. Gördün.
Və gol! 3-0. 3-0 öndük yağışlı havada. 3-0 oldu bizim olacaq oyun. Dəyişiklik dostlar eləyəcəm. Bunu çıxardacağam. Hücuma bunu çıxardacağım. Savunmadan da ki heç kəs hələ şey eləməyib. Bunu qoyacağım bura. So. Maç başladı. Buraxmayın uşaqlar. Buraxmayın. Rəqibə baxın, əl çəkmir. Çox güclü oynayırlar həqiqətən də. Amma 4-cü gol üçün gəlirik. Qapıya gol! Qapıcının əllərindən sürüşdü top. Çatan oldu, o topa tutdular axırda. Topalanmadıq. Bu topu tutun. Götürün topu, qəşəng. Sərin oynadıq. Qapıya zərbə və gol. 4-0. Samsunspor qabaqdadır. 4-0 oldu. 4-0. Dəyişiklik oldu dostlar. Və başladıq. Dəyişikliklər oldu. Buraxma, qəşəng. Gör ora, uşaqlar. Hadi uşaqlar. Başladıq dostlar. Qəşəng. Topu aldıq. Hücuma çıxırıq. Olmadı yenə. Oy, qəşəng. Hadi uşaqlar, hadi dostlar. Başladıq dostlar. Qəşəng top gəldi. Yenə olmadı. Davam edirik dostlar. Və davam edək dostlar. Və qapıcı topu daxil edəcək oyuna. O elə bildim öz qapılarına vurur. Sarı vərəyə ver keç. Vermədi o da qəşəng. 82-ci dəqiqə sonuncu dəqiqələrə yaxınlaşırıq. 4-0 qabaqdayıq. Qəşəng qaldırdıq topu. Top bizdə. Keçmədi bu top. Rəqibdən oyunçu yıxıldı öz-özünə. Oy, qola bax. Avtogol alındı dostlar. Qapıcı qıçın qoyub götürə bilərdi o topu. Qola baxın bir. Ay. Bu nə oyun idi belə? 5-0 oldu oyunda. Görək sabah necə olacaq. Aldıq topu. Keçdik. Qəşəng. Oyna ora. Zərbə, qapıcının doxunuşu var idi. Artı 4 dəqiqə verildi bu arada. Yox idi. Demək olar ki, maçı qazandıq. Top bizdə. Gördük. Qapıya zərbə qapıcı. Və maç burada da bitdi. Nə oldu, offside? Yox, bitməyib hələ maç. Yox, penalti. Penalti nətər oldu? Topu barda qırağa vuracam. Tutmasın və gol. Dostlar, barda oyunun işarə elədiyi yerlərə heç vaxt vurmuram. Çünki oyun hər yerə işarə elədi. Opsi videoda baxa bilərsiniz. O yana işarə elədi, bu yana vurdum. İndi bu yana vurdum. Prosta bilirdim çünki qapıcı o tərəfə hoppanacaq. Oyun öz-özünü işarə eləyir. Elə vaxt işarə elədiyi yerə vuram, qapıcı tutdur, o görə vurmadım. Və dostlar, oyunun tahmini 6-0 Samsunspor. Samsun idi, nə idi adı bilmədim ta. 6-0 qabaqda olacaq. Oyun tahmin elədi. Sizcə nətər olar skor? Yorumlara yazarsınız. Sağ olun, salamat qalın. Gələn videoda görüşərik.